Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə növbəti aydan pensiyalar, sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı danışacağıq. Hansı pensiyalar, sosial müavinətlər arta bilər? Hansı pensiyalarda artım nə qədər olacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, növbəti aydan etibarən bəzi sosial müavinət, pensiya və təqaüdlər arta bilər. Bunlarla bağlı daha əvvəl kanalımızda məlumat paylaşmışdıq. İlk olaraq məlumat verim ki, 220 manat yaşa görə müavinətin artımı gözlənilir. 220 manat yaşa görə müavinət Azərbaycanda pensiya almayan şəxslərə müavinət formasında verilir. Əmək pensiyası almayan şəxslər, yəni 65 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, əgər stajı yoxdursa, 25 il stajı yoxdursa və müəyyən dərəcədə pensiya kapitalı toplamayıblarsa, hazırki pensiya kapitalı məbləği ortalama 40.000 manatdır. 40.000 manatdan çox pensiya kapital toplamaq lazımdır ki, pensiya almaq mümkün olsun. Pensiya kapitalı toplamadan və staj əldə etmədən əmək pensiyası almaq mümkün deyil və bu halda dövlət vətəndaşlara 220 manat sosial müavinət verir və bu müavinətin də artımı gözlənilir. 30 manat miqdarında artım gözlənilir və 220 manat sosial müavinətin 250 manata çatdırılacağı gözlənilir. Bir digər artım isə 320 manat minimum əmək pensiyasının artımı ola bilər. 320 manat minimum əmək pensiyası 30 manat miqdarında artırıla bilər və 350 manata çatdırıla bilər. Bundan əlavə veteranlara verilən 80 manat təqaüdün də artımı gözlənilir. Bununla bağlı təkliflər də var, ancaq hələ ki dəqiq qərar yoxdur. Qərar olduqda sizlər üçün paylaşacağıq hörmətli izləyicilər. Ümumi dövlət sosial yardımla bağlı bir sıra qayda dəyişiklikləri var, onu da kanalımızda paylaşmışıq. Ancaq artım yoxdur, ümumi sosial yardımla bağlı artım növbəti ilin yanvar ayından etibarən olacaq hörmətli izləyicilər. Videomuz yekunlaşır. Növbəti videomuzda pensiyaların artımı ilə bağlı sizlərə cədvəl paylaşacağıq. Növbəti ildən pensiyalar hansı faiz dərəcəsi ilə artırılacaq, dəqiq cədvəllər şəklində paylaşacağıq sizlərə. Hansı pensiya nə qədər artacaq, həm rəqəmləri, həm cədvəl formasında faiz dərəcələrini sizlər üçün paylaşacağıq. Bu videomuz da yekunlaşır. Videomuzu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.